evindən gələn qonaqlarımız var. Gəlsinlər, görək sujetlərini unuttura biləcəklər bizə. necə oldu? Adım Elvin. Elvin. Ansamblunuzda siz təqdim edin zəhmətimiz adlarını. Tarda kim idi? Tarda Ömər Qayıbov. Nağarada? Nağarada Zəfər Fərzəliyev. Kəmanda? Kəmançada da Ömər Eyübov.
Səxavət Məmmədov, Allah rəhmət eləsin. Dəyərli sənətkarımıza çox bənzəyirsiniz. Bəli, bəli. Məncə özünüz də bənzədirsiniz, hə? Biraz elə bir ona. Özümü elə bir ki... Jestlər, Bəli, biraz görünüş. Bu sənətin dalınca getmək istəyirsən, Bəli, bəli. sevirsən bunu, Bəli, bəli, sevirəm. axıra qədər. Axıra qədər. Xanəndə olmaq istəyirsən, bəli, bəli. onda oxuma. Niyə oxuma? Bəli. Səsin yorulur. Bəli. Lazımlı, bəli. Bu yaşa Lazımlı, görə. lazımsız. Səni oxudublar. Sən də həvəslənmirsən, oxumusan. Səsi elə bir vəziyyətə gətirmirsən ki, bu dəqiqə sənin səsin belə lorizmdə sənə başa salan. Burunla əsas burada səs teli var. Onun arasındadır. Çapalayır. Keçid dövrü. Eləmə, oxuma. Baş. Sən əgər desələr oxu, deməli o adam sənin düşmənindir. Çox sağ olun, təşəkkür edirik uşaqlar. Sizi yola salaq, təşəkkür edirik gəldiyinizə görə. Və bu möhtəşəm, şən sujetlərdən sonra bu bayram günü olan buraxılışımız sona çatır.